Cənnət Darüssəlamdır, yəni sağlamlıq evi. Xəstəni ora buraxmazlar. İçərdə olan kin xəstəlikdir. Birinə kin bəsləyə-bəsləyə cənnətə düşə bilməzsən. Bir gün hikməti ilə məşhur olan Loğman oğluna dedi: Oğlum, sabah özünlə bir kisə gətirərsən, içinə sevmədiyin insanların sayı qədər soğan yığarsan. Sabahı gün oğlu atasının istəyini yerinə yetirib kisəni gətirdi. Loğman dedi: Hara getsən, bu kisəni də özünlə ora apar. Oğul bir neçə gün atasının dediklərini yerinə yetirdikdən sonra çox yoruldu. Atasına soğanların çürüməsi və üfunət iyi verməsindən şikayət etdi. Loğman cavab verdi: Bu vəziyyət sənin ürəyində başqalarına kin bəsləməyinə bənzəyir. Bu kin qəlbini xarab edər və hamıdan çox elə özün əziyyət çəkərsən.